öz zamanəsində İmam Zaman ağa ilə görüşən şəxslərdən biri olan Əllamə, Şeyx Əllamə Hilli. Şeyx Əllamə Hilli. Çox böyük üstadlardan olurdu. Şeyx Əllamə Hilli Hillə şəhərində doğulubdu, İraqın Hillə şəhəri. Və hər cümə günü Hillədən çıxardı, gedərdi Kərbəlaya. Gedərdi piyada, gedərdi İmam Hüseyni ziyarət edərdi, özdən qaldı. Bir gün öz kitabında qoydu. Bir gün deyir, mən Hillədən çıxdım, yol qırağı ilə Şeyliliyə gedim. Bir cavan gəlib yaxınlaşdı mənə, dedi, hara gedirsin? Dedim, gedirəm Kərbəlaya, İmam Hüseyni ziyarət. Dedim, olar səndən yoldaşlıq o? Dedi, bəli. Dedi, gedək. Bir gəldik yolda, dedim, yol sıxıcı gəlməsin, gəlməsin. Gəl, mən sual verim, sən cavab ver, sən sual ver, mən cavab verim. Dedi, hə, laf ver. Mən sual verdim, o cavab verdi. Sonra o sual verdi, mən cavab verdim. Belə danışa, başladıq ən ağır suallara keçdi. Şeyx Əllamə Hilli ən ağır suallara keçdi. Görünür, cavanı yoxdur, görünür, onun nə qədər eqlidir. Ən ağır sualları verir, görən cavablandırır. Axırda o mənə sual verdi, mən cavablandırdım. Sonra dayandım, dedim, de görün mənə bu dəqiqə. Zəmanənin imamı harada? Əlində çəlik idi. Bunu deyəndə əlindən çəlik düşdü yerə. İkisi də əyirdilər, o çəliyi götürəndə dedi, bu dəqiqə zəmanənin imamı Əli sənin qəlbidir. Salamun imamı. Allahümme salli ala Muhammed ve Əli sənin üzərində. Əllamə dillə özündən gedir, ayrılır ki, o zaman yoxdur. Öz kitabında qeyd. Bəzən buyurulur ki, deyirlər ki, İmam Zaman ağa ilə görüşənlər ki var, məsələn deyirlər ki, kim ki İmam Zaman ağa ilə görüşübsə, o yalancıdır, o xardır, belədir. Zamanənin imamının nağılları olub və zamanənin imamı istədiyi şəxslərlə də görüşübdür və onlarla da hadisələr, yəni cərəyanlar olunub. Kitablarda qeyd olunub, özümüzdən cəmaat var ki, dözə bilmir. Boş adi bir sözlər eşidir, deyirlər ki, belə şey olar. Sən imamın, zamanənin imamı ilə rabitəvi boruslan saxlasan, imam səndən görüşür.